Davam edirik əziz tamaşaçılar, oyun hələ ki yekunlaşmayıb. Oyunun 28-ci dəqiqəsi başlayır. Hesab 1-1'dir. Və indi pressing olundu, amma qayda pozulub deyəsən. Sarı vərəyə. Şimal komandası cərimə zərbəsi vuracaq. Meydan sahibləri və onu da qeyd edeyim ki, görək bu cərimə zərbəsindən necə olacaq və görək indi bu cərimə zərbəsi qolla yekunlaşa biləcəkmi? Elnur Bayramovun yetirmələri geri dönüş eləyə biləcəkmi? İkinci dəqiqədə Şimal komandası hesabı açdı. Yəni 11-ci 12-ci dəqiqələrdə də Difayda Aksu penaltidən hesabı bərabərləşdirdi və blok gəldi. Və deyəsən qayda pozulub. İndi out Şimal komandasınındır. Artıq oyunun 29-cu dəqiqəsi yekunlaşır. Artıq oyunun 3də 1 hissəsinə doğru addımlayırıq. Və görək. Birazdan baş məşqçiləri də təqdim eləyəcəm. Və Difayda Aksu cərimə zərbəsi vurur. Hava pas. İndi qoy qoçum qutarsın. Və out Difayda Aksu'nundur. Qoy hücum da qutarsın, sonra baş məşqçiləri təqdim edeyim. Birdən hücum olar, yarımçıq qalmasın baş məşqçilərin adları. Və qayda pozulub. Görək hakim nə deyəcək bu duruma. 31-ci dəqiqə gedir. Şimal komandasının baş məşqçisi Elnur Bayramov. Difayda Aksu'nun baş məşqçisi isə Aydın Qasımov. İndi Difayda Aksu görək nə edəcək? Ala pas. Pressing. İndi görək fasiləyə qədər hansı komanda önə keçməyə bacaracaq? Hesab 1-1'dir. İndi Şimal Difayda Aksu komandası əks hücuma gedir və out Şimal komandasınındır. Və 32-ci dəqiqə gedir.
Out. Şimal komandasınındır. Və top meydanı tərk elədi və qapıdan zərbə. Mikrofon arxasında da mənəm Dəmirov Hüseyn ağa. Bu oyunu mən sizə təqdim eləyirəm. Deyəsən Şimal komandası küncdən zərbə vuracaq. Küncdən zərbələrin sayı da 1-1'dir. Yəni ki hesab 1-1 olan kimi 33-cü dəqiqə gedir. Şimal difai daxısı görüşündə və top meydanı tərk elədi və qapıdan zərbə. Pas. Gol 2-1. Difai Aksu Aydın Qasımovun yetirmələri oyunun 34-cü dəqiqəsində hesabı 2-1 eləyirlər. Bax belə. Qonaq komanda irəli keçir. Oyunun son dəqiqələrinə qalmış. Oyunda artıq 3 gol var. Azərbaycan 1-ci liqasının açılış oyunudur. Möhtəşəm. Bravo. Və difai daxısının futbolçusuna xəbərdarlıq olunur. Bildirir ki biraz ehtiyatlı oynamalısınız, yoxsa sarı vərəq veriləcək. Oyun qaldığı yerdən davam edir. Aydın Qasımovun yetirmələri 2-1 əldədir. Futbol saatı və futbol nəbzinin rəsmi YouTube kanalıyla sizlərə təqdim edirik. Sabahda Şamaxı Olimpiya İdman kompleksində bugün qalacağıq ki, sabah çünki Cəbrayıl Şaxtaq Qusar duelini təqdim edəcəyik. Ona görə bugün, yəni Şamaxı Olimpiya İdman kompleksindən heç bir yerə ayrılmırıq. Çünki sabahda biz canlı yayımda sizlərə Cəbrayıl Şaxtaq Qusar duelini təqdim edəcəyik. Və oyunun 36-cı dəqiqəsi gedir. Artıq oyunda 3 gol var. Cərimə zərbəsi Şimal komandası vuracaq. Elnur Bayramovun yetirmələri. Əla. Və qapçı yerindədir difai daxısının Sadiq Məmmədzadə.